Hətta mühəndislər də bilmir ki, 8 cür təhlükəsizlik ayaqqabısı var. Gəl görək sənin işinə hansı yarayacaq. Polad burunlu ayaqqabı barmaqları ağır şeylərin düşməsindən qoruyur. Ən çox yayılmış növdür. Həm zavodda, həm də tikintidə hamı geyinir. Kompozit burunlu ayaqqabı polad kimidir, lakin çox yüngüldür. Metal detektorlu olan yerlər üçün isə idealdır. Dielektrik ayaqqabısı cəryan vurmur səni. Elektrik ustalar üçün biçilmiş kaftandır. Su keçirtməyən ayaqqabı, yağış, palçıq, su fərqi yoxdur. Nəmişlik yerlərdə işləyənlər üçün superdir. Sürüşməyə qarşı ayaqqabı, yağlı yaş yerlərdə addımlayanda sürüşməzsən, yeri möhkəm olar. Qaynaqçı ayaqqabısı, isti qızmar yerdə belə forması dəyişmir. Metalçılar və qaynaqçılar üçün ideal seçimdir. Kimyəviyə davamlı ayaqqabı, turşuya və zəhərə qarşı dayanıqlıdır. Zavod işçiləri üçün gərəklidir. Deşilməyə qarşı ayaqqabı, tikinti yerlərində işləyənlər üçün mütləqdir. Əgər istəyirsənsə təhlükəsizlik biliklərin hər gün atsın, bizi izləməyi unutma.